Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə ədəbi bəyannamə toplu şəkildə bir Excel faylının yükləməsini göstərəcəm. Bu Excel faylı xüsusi bir Excel fayldır. Ona görə bu videonun aşağısındakı linkdən bunu rahat şəkildə yükləyə biləcəksiniz. Excel faylının mahiyyəti ondan ibarətdir ki, tutaq ki, misal çəkək ki, siz ədəbi bəyannamanın 301.1.7-ci sətirdə olan mal və xidmətlərin təqdim edilməsindən digər mal və xidmətlərin təqdim edilməsi, mənfəət vergi bəyannaməsinin mal və xidmətlərin təqdim edilməsi sətrinə dəki məlumatlarla uyğunluğunu yoxlamalısınız və hər dəfə biz bunu yoxlamaq üçün hər dəfə bəyannamələrin tərkib hissəsinin içinə girib məlumatları yığmalı, bir yerə toparlamalıyıq. Amma buna ehtiyac yoxdur. Bu Excel faylı sizə kömək edəcək ki, siz bir qovluq açasınız və həmin qovluqda olan qovluğa həmən hansı ədəbi bəyannamələrdirsə və bu bəyannamə XML enter edib o qovluğa yığasız. O qovluğa yığdıqdan sonra Excel faylının ədəbi bəyannamələr yüklü adlı belə bir düyməsi var. Tutaq ki, bir qovluqdur və bir qovluğunda olan məlumatları okey etdikdən sonra bütün məlumatlar avtomatik olaraq sizə gələcəkdir. Burada göstəricilərdir, aydır, hansı ildir, hansı ilin bəyannaməsidir və nə qədər tutaq ki, mənə 301.1.7-ci sətr lazım idi, 1.1.7-ci sətr lazım idi. Uyğun olaraq bütün aylar üzrə olan təqdim olunmuş mallar nə qədərdir, onu görə biləcəm. Burada dəyər, məbləğ, bunlar hamısı ədəbi bəyannamanın sətirlərin, yəni ki, sətirləridir. XML faylının sətirləridir. Tutaq ki, dəyər görünəndə burada mal və xidmətlərin təqdim edilməsidir. Məbləğ daxil olmuş məbləğdir. Ədəbsiz ədəbi məbləği bu ən çox 308 nömrəli əvəzləşmə sətrində 175 birinci maddəsində burada da yazılıbdır. Vergi məcburi maddəsi elektron qayma əsasında nağdsız ödənilmiş məbləğlər görsənəcək. Sonra digər sütunlar isə bunlar əsasən borc əvvələ, borc sona, bu isə əsasən debtor borclar sətridir. Yəni ki, məndən bu qədər. Ümidvaram ki, bu Excel faylı sizə köməkli oldu. Videoya baxdığınıza görə çox sağ olun.